eləsin. Allah məni bağışlasın. Atanın dediyinə görə mən ilahi peyğəmbərlərdən olacağım. Siz bunu bilə-bilə mənimlə belə rəftar edirsiniz. Qorxuram ki siz, Bəni İsrail, sizin övladlarınız məndən sonraki peyğəmbərlərlə də belə rəftar eləsinlər. Lənət olsun biz daş qəlblilərə. Lənət olsun bizə, Allahdan xəbərsizlərə. Bizim, Bəni İsrailin öz qardaşımıza elədiyini qan içən yırtıcılar da bir-birinə eləməz. Biz qardaşını qətlə yetirən Qabilin alçaqlığını təkrarlayırıq. Ne oldu? Niye yubanırsınız? Gelin görüm. Kömək eləyin. Yox, səbr eləyin. Lavi. İlahi, kimsəsizəm. Allahım kömək elə. Ha, bax belə. Bırak getsin. Ey Allahım, mənə kömək elə. Səndən başqa kömək edəcək birini tanımıram. Lavi, Şamul, ata, kömək eləyin. Lavi, mən qorxuram. Lavi. Gedin kendir getirin. Ata! Lavi! İlahi, kömək ol! Ata! Yusif yıkıldı. Lavi! Yusif! 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 Sesi kesildi. Ne olub? Meğer bunu istemirdiniz? Təkcə sən bunu istəyirdin. Biz belə danışmamışdıq. Sən əvvəlcədən onun qətlini fikirləşmişdin. Onun qisası səndən alınmalıdır. Sən Qabilin üzünü ağartdın. Qabil özü boyda olan qardaşını öldürmüşdü. Sənsə balaca uşağı öldürdün. Allahın lənəti olsun sənə, Allahın lənəti. Lanet gelse hamımıza gelecek. Biz hamımız bu işte şerikik. Bu işte sen de müqəssirsən. Özünü boş yere fedakar kardeş kimi gösterme. Siz diyesen Yusif'siz. Siz diyesen Yusif'siz. Siz diyesen Yusif'siz. Siz diyesen Yusif'siz. Bəli, mən Yusifəm. Bilirdim. Bilirdim ki bir gün sizi göreceğim. Siz kimsiz? Uzak geçmişten, tarihin derinliklerinden gelen bir adam. Məni hardan tanıyırsınız? Geçmiş peygamberlerden biri sizin başınıza geleceği hadiseni bana danışmıştı. Ben sizi görmeye arzusundaydım. Sizi görmeyi çok arzu ediyordum. Ondan sizin alametinizi soruşanda o dedi ki, siz bir gün bu dünyada ve bu kuyuda olacaksınız. Siz de burada məni gözləyirdiniz? 1200 yıldır ki sizin intizarınızdayım. 1200 il? Bəli.
bir nicat verənin intizarında. O Peyğəmbər mənə dedi ki, get həmin dünyadakı quyuda otur. Bir gün Yusif ora gələcək. İndi həmin vəd olunmuş gündür. Ben de sizi gördüğüm için çok şadım. Mən bütün peyğəmbərlərin huzurunda olmuşam. Onların hər biri sənin müjdəni verib. Hud peyğəmbər deyirdi, ey Yusif, sən məzlumların dadına getəcəksən. Salih peyğəmbər deyirdi, ey Yusif, sənin ləqəbin mənim adımdandır, bəndələrin xilası üçün tez gəl. Yunus peyğəmbər deyirdi, sən bütün keçmiş peyğəmbərlərin varisisən. Onların arzularını həyata keçir. Sənin gəlişini müjdə verən peyğəmbər sənin üçün bir nişanə də göndərib. Sən vədə olunmuşsan. Vədə olunmuş. Vədə olunmuş. Minnətdaram sizə. Dəyərli nişanədir. Bəs indi məndən nə istəyirsiniz? Mən sizinlə görüşməyə arzusundaydım. İndi gözlərim sizi görməklə işıqlandı. Daha heç bir arzum yoxdur. Mənim sizin nəsihətinizə ehtiyacım var. Elə bir söz deyin ki, bu dünyanın quyusunda dadıma çataraq bağlı düğünləri açsın. Bütün kainatın sirri sənin əlindədir. Sənin nəsihətə nə ehtiyacın? Hansı sir? Yaxşı bax. Gör hər əlində neçə barmaq və neçə oynaq var. Beş parmaq, 14 oynaq. Bax bu həmin dediyim sirdir. 5 və 14. 5 və 14 nə deməkdir? Bu sir sonuncu peyğəmbərin zamanında açılacaq. Kainatın yaranmasının sirri bu iki rəqəmdədir. Onlara təvəssül elə və nicat tapacaqsan. Nicat tapacaqsan. Baba hara getdiniz? Sizi görmək istəyirəm. Yoxsa yuxu görürdüm. Bütün kainatın sirri sənin əlindədir. Nədənsə bu möhürü sıxanda özümü rahat hiss edirəm. Tufan dayandı. Nə vaxtacan burada qalacaqsınız? Getməyək? Yusif! Yusif! Lavi! Lavi sensən? Ben sağam! O sağdı. Yusif sağdı. Yusif! 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 Ben sağam! Ben sağam! Ürəyiniz rahat oldu? Onda niyə durmuşuq? Gedək! Eşitmirsiniz? Gəlin getdik. Qorxduq ki birdən boğularsan. Niyə cavab vermirdin?
Ne olmuştu? Niye susurdun? Ben özüm de bilmirəm necə oldu ki nicat tapdım. Beni buradan çıkarın. Ben korkuram. Bura çok karanlıktı. Bunu eləyə bilmərəm. Sənin paxıl qardaşların buna imkan verməyəcək. Dözməlisən. Allaha təvəkkül elə. Gecdi. Biz getməliyik. Amma mən tezliklə bura qayıdıb sənə yemək və su gətirərəm. Narahat olma. Ürəyini sıxma. Şor suyun dərdini çəkmə. Sənin üçün şirin su gətirərik. Deməli siz əvvəldən onu öldürmək fikrində idiniz. Bu quyudakı suyun şor olduğunu da onun həlak olacağını da bilirdiniz. Bilirdik. Amma Yahuda deməyə qoymadı. Gəlin gedək. Yol uzundur. Bu ki şirindi. İsrail övladları getdilər. Mən də getməyə məcburam. Ben korkuram. Sabah qayıdacam. Bu gecə gərək dözəsən.